mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq. Uşaqlar məni əhatə etmişdi. Bir qız yaxınlaşdı, 4-5 yaşında, deyir ki, mən sizi tanıyıram, siz Heydər babanın oğlusunuz. Eşitdiyim ən gözəl, ən əziz sözlərdir. Bu onu göstərir ki, Heydər Əliyev yaşlıdır. Və nə qədər Azərbaycan var, Heydər Əliyev olacaq. Biz onun davamçıları, onun yoluyla gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.